rayon olarak Kürdəmirdə deyilik, kənd olarak Kürdəmirdəyik. Kürdəmir və Bəhmətli kəndlərindəyik. Gedək görək bu kənddə vəziyyət necədir? Kürdəmir rayonuyla Kürdəmir kəndinin nə əlaqəsi var? Biz bugün bizim kəndimiz layihəsi ilə Zaqatala şəhərindəyik və Kürdəmir kəndi və Bəhmətli kəndindəyik. Bizə bu kəndlər haqqında, əsasən də Kürdəmir haqqında, sonra Bəhmətli haqqında. Kürdəmir kəndinin Kürdəmir rayonu ilə bir bağlantısı var, yoxsa tarixi mənbələrə görə bizim, məsələn, şəxsən mənim rast gəldiyim tarixi mənbələrə görə Kürdəmir kəndi Bəhmətli kəndindən sonra yaranıb. Onun əvəzinə hal-hazırda da Dişbir adı, meşəsi adı ilə bir meşə sahəsi var. Kürdəmirdən bir 3 kilometr, 5 kilometr aralı. Tarixi mənbələrdə orada yaşayış məntəqəsi, Dişbir məntəqəsi göstərilir. Və güman olunur ki, həmən məntəqəyə sonradan əlavələr olunub. İndi bunu adı ilə əlaqədar hesab eləyirlər ki, ya Kürdəmir rayonu tərəfdən köçənlər olub, bəlkə də olub. Otlaq sahələri bol olub buralarda. O vaxt kolxozda da olmayıb o devirdə. 17-ci, 16-cı əsrlərdə. Ola bilər, elə də ola bilər, amma fakt yoxdur, o barədə fakt yoxdur. Paşa müəllim, bilirik ki, Kürdəmir rayonu da var, həmçində Zaqatala şəhərində Kürdəmir kəndi var. Deməli, siz belə fikirləşirsiniz ki, Kürdəmir rayonundan o vaxtı yaylağa gələn şəxslər, heyvandarlıqla məşğul olan şəxslər gəlib burada qalıb, belə yarana bilər, kəndin əsası qoyula bilər Kürdəmirlər tərəfindən. Hal-hazırki Kürdəmir kəndinin bəzi ağsaqqal adamlarının ləhcəsinə qulaq asanda görürsən ki, oxşarlıq var. O cəhətdən zənn eləmək olar ki, oradan da köçüb gələnlər ola bilər. Olur. Məmməd müəllim, bu Kürdəmir kəndi də sizə yaxın kənddir. Bizə yaxın. Demək olar ki, eyni kəndlərdə. Bir kəndə. Onun mənası nədir? Kürdəmir rayonu ilə bağlı nəsə əlaqəsi varmı, yoxmu? Onu mən deyə bilmərəm, qurban olum sana. Bilinmir. Deyə bilmərəm. Onu kim deyə bilər? Necə? Kürdəmir rayonu ilə əlaqəsi olubdur mu? Yazılı məlumat yoxdur. Yazılı məlumat yoxdur. Rəsmi deyil o. Rəsmi deyil. Kimlərincə deyil. Monqol tatarlardan gəldi. Yadansal Kürdəmir kəndindən köhnə kişiləri yadansal, köhnə. Paşa dayı. Onlar hansı ləhcə ilə danışırdılar? Bəli. O ləhcə ola bilər. Yox, Kürdəmirlilərin ləhcəsinə çox oxşar onları söhbət. Fətəli kişini yadansal, onlar daha yaxşı. Kənd təsərrüfatıdır, deyir, bacı əkirə, nəmi? Malqaraya baxıraq. Mən şovda taxı əkirə, köyəmiz bizi buradan keçir. Deməli, torpağınız məhsuldardır. Məhsuldardır. Yəni, bayaqki kimi işlər yoxdur. İndi rahatlığa görə, bəzi qonşular malqara saxlamırlar, təsərrüfat yoxdur. Yəni, biz çətinliklə yolunu qoyuruq. Amma zəhmətli işdir da. Əlbəttə zəhmətlidir, amma xeyri var da. Təmiz nəhrə yağı yiyirsən, təmiz təsərrüfat işlərinə məşğul olursa, yolunu qoyuruq. Burada paxla, lobyadır bu. Lobyadır, qadalıdır, kartuşkadır. Deməli, hər şeylə məşğulsunuz da burada. Təsərrüfatla məşğulsunuz. Burada da Allah bərəkət versin. Sizin malqaranız var. Fındıq necədir? O gəlir verir sizə. İndi şükür Allah, bu yaxşıdır. Bu yaxşıdır. Mən indi doğuşu yedi, ala ki, evi gəlir kimi doğuyur fındıq. Bitişi yaxşıdır. Bu indi nə olacaq savabıysan? İl ərzində nə qədər pul götürürsünüz sezona? Sezona il ərzində 3.000, 4.000 götürürəm. O pul sizə bəs eləyir, o fındıq təsərrüfatına məşğul olmağa? İndi şükür də, bu günə şükür. Dolanlıqda. Nə fındıqdan oluyor, taxıldan oluyor, özüm təsərrüfatla məşğul. Taxıl əkirsiniz? Neçə hektar?
2 hektar. 2 hektar. 2 hektar. 1 hektar buğda əkilir, 1 hektar arpa. Ki arpanı əkib mağaraya verir ha. Üyütüm edir, göngə-möngə edir, ki. Taxılda üyütüm çörəyimiz yeyir. Deməli, hələ də özünüz istehsal edirsiniz də buğdanı. Özümüz əkirik, özümüz O səpirik. bir növ xeyirlidir də insan üçün, insan Əlbəttə orqanizmi xeyirdir. üçün. Hər sağlamlıq, zadı hər şey xeyirdir. Bəhmətli kənd sakinləri əsasən buğda əkirlər. Buğda. Buğdadır. Onu da üyüdürlər, ondan da un kimi, un məmulatı kimi istifadə edirlər, çörək bişirirlər və ondan geniş istifadə edirlər. O da bir növ insan orqanizmi üçün yenə deyirəm xeyirlidir. Əlbəttə xeyirdir. İnsan ömrünü uzadan amillərdən biridir. Sağlam olur insan, həm nətər deyimsə, Sizə Nuş olur. Sizə uğurlar arzu edirik. Həqiqətən də bugünkü siz bu peşə ilə məşğulsunuz burada, mal-qara saxlayırsınız, tərvəziniz var, fındıq bağınız var. Bir kəndliyə lazım olan maşallah hər şeylə məşğulsunuz. Zaqatalaya gələndə Zaqatala milli mətbəxində maxara öz xüsusi yerini tutur. Bunun da çox gözəl bişmə prosesi var. Sazın üstündə bişir. Deyəsən ona quyruq yağı da vururlar. İndi tam dəqiq bilmirəm. Amma gəlmişik bugünkü gün bir təsərrüfata, bir evə, bir həyətə. Deməli, Zaqatala şəhərində az saylı xalqlar çox yaşayır burada. Hər kənddə demək olar ki, var. Bəli. Burada çox millət yaşayır. Sizin kənddə deyirsiniz ki, başqa millət yoxdur. Var. Var? Bəli, bizim kənddə indi sonradan köçüb gələnlərdir, ölüb gedənlərdir, ölüb. Avarar var, saxurar var, ləzgilər var. Onlar sonradan gəlmədi, yoxsa əvvəldən orada yaşayırdılar? Yox, sonradan gəlmədi. Burası düzdür ki, sonradan gəlmədi. Saxurar var, ləzgilər var, yaşayır. Bizdə də bu çox millətli kənd kimi saymaq olar. Burada ruslar da yaşayıb. Olub ruslar da yaşayıb. Onlar da öz az miqdarda. Onlar öz adət-ənənələrini qoruyub saxlayıblar da indiyə qədər. Bəli, saxlayıblar. Qaynayıb qarışıblar. Qız veriblər, qız alıblar. İndi Zaqatala rayonu bəli, çox millətli rayonların bəlkə də birincisidir. Tolerantdır. Bəli, Azərbaycanda bəlkə də birincisidir. Çünki burada 20 neçə cür millətlərə Sovet dövründə yaşayırdı. 21 idi, yadımda deyil, 22 idi cür millət hələ Sovet dövründə var idi. Zaqatala Hamısı da bir-birinə mehriban yaşayır. Bəli, İngiloylar var, nə bilim, Tatlar var, Ləzgilər var. Bu Dağıstan millətinin hamısına dildə ləzgi deyirik. Amma onlarda saysan gör neçə cür millət var. Neçə cür dil var. Bunların demək olar ki, hamısı Zaqatalada yaşayır. Tatlar yaşayır. Tək-tək udinlərə də rast gəlmək olur. Onlar Paşa müəllim öz dillərini qoruyub saxlayıblar indiyə qədər. Bəli, Gürcü dillilər var, İngiloylar deyirik. Məsələn, bizdə Əliyabad kimi böyük bir qəsəbə var ki, Azərbaycan daxilində ən böyük kənd yaşayış yerlərindən biridir. Orada İngiloylar yaşayır. Yaşayır hal-hazırda. Bəli, dilləri Gürcü dilidir, özləri müsəlmandılar. Sizdə necədir? Toy yeməkləri, toylarınız necə keçir? Toy adət-ənənləriniz necədir? Bizdə toy adətləri indi mən tərifləsəm öz yerimi tərifləyən kimi olaram. Kənardan gəlib iştirak edənlərin hamısı deyir ki,
sizin adətiniz kimi adət ola bilməz, gözəl adət. Çünki bizim toylarımız proqramla çox gözəl keçir. Çox gözəl proqram şəklində keçir. Bir nəfər tamata toyu başdan ayağa idarə edir. O toyda dava, şava, qarşılıq ola bilməz. Belə bir şey bizim toylarda. Yeməkləri də ki, milli yeməklərdən tutmuş müasirlərə kimi hamısını toyda istifadə edirlər. Həmçinin yaslarımızı soruşsanız, yaslarımız da elədir. Hamı Kamal ədəbinə gəlir, duasını verir, başsağlığı verir, oturur müəyyən saatda, gedir, 3 gün dalbadal gedirlər, girirlər, həyətə dua verirlər, başsağlığı verirlər. Yəni, bu ölüyəsini qoymurlar ki, darıxsın. Yas mərasimi də bizdə yaxşı keçir. Aydın məsələdir ki, indi bəzi rayonlarda ehsan, xeyrat verilməyə yığışdırılıb, tam dayandırılıb. Hüzürlərdə isti yeməklərin verilməsi tam dayandırılıb. Sizdə necədir? Yemək verilir hüzür mərasimlərində? Bizdə bir cür yemək verilir. Bir cür. Hələ bu hökumət qərarı çıxmazdan əvvəl də dəfə-dəfə biz yığılıb ağsaqqallar arasında onu müzakirə eləmişik. Bir neçə illər bundan əvvəl. Ki, bircə aş verilsin. Halva, şirniyyat, çay və aş. Hal-hazırda da elə gedir. Zaqatalan simvol, Kulnariyasının əsas yerin birinci başlanğıcı olan necə deyirlər, maxaradır. Həmçində burada təndir var. Maxara. Bizim kəndin biraz qəribə ləhcəsi var, xaş. 2 saata hazır olur, öz-özünə acıyır. Biz buna əlavə qatqılar qatılmır. Biraz iynə fikir versəz, turş kimidir, fikir verin. Bu 10 gün qalanda xarab olmur, verjin. Məsələn, təndir çörəyi biz bazardan hər deyəndə almırıq. Kartuşka, soğan həyətimizdə, öz həyətimizdə yetişir. Biz təbii məhsullarla qidalanırıq. Onda görə də düzü mən 45 yaşım var. Hələ dişim də tökülməyibdi, həkimə də getməmişlər. Şükür. Öz övladlarınıza necə öz övladlarım Bakıda tam oxuyur. təbii Hə, Bakıda oxuyur. Burada nəhrə yağı, qatıq süzməsi, təndir çörəyi də biz pakovqalıyıq buradan. Ancaq təbii məhsullar gedir. Yox, orada da təbii işte nələrini qidalanırlar, xörəklərlə. Biz 10 günə, 12 günə, çünki bu çörək, mən bayaq dedim, xaşın çörəyi, droj qatmırıq. Bu xarab olmur. Bu təbiidir. Bunu biz heç xaladenikə də qoymuruq. Sadəcə qabında, saxlamaq qabında saxlayırıq. Bunu xarab olmur. 10 günə yapırıq. 10 ilin təndiridir. İndi payızı təzəsini yeniləmək istəyirik. Bunu da özünüz qoyursunuz da təndiri. Ahmet dayı, hələ bizim toy mədəniyyətimiz var. Toy Süfrə mədəniyyətimiz var. Zaqatalada Bəhmərli kəndi kimi toy heç yerdə yoxdur. Süfrə mədəniyyəti, toy mədəniyyəti. Demişəm ki, bunlara qeyd edirdim. Dedim ki, bəlkə də Azərbaycanda birinci məclis toyu bizdə olur. Mağar toyu. Mağar toyu. Mağar toyu Qədmov Sədəniyyədə Sevdəmərli köçəndə. Orada olur. Hardasa 50 il. Yaşlarımızda gedəndə bir qab gətirərlər yeməyə, başqa yerlərdə cumub o qabı içindəki olan əti-məti hamısını yeyərlərsə, bizdə elə şey yoxdur. Mədəniyyət var. Mədəniyyət var. Adama neçə tikə düşürsə, bir tikə düşürsə, o bir tikəni götürür, çəkilir. Artıq cəmaət öz normasını bilir də, kimə nə Bəli, kimə nə düşürdü, hamısını bilirlər. Çox gözəl kəndimiz var, çox gözəl, mədəni, insanları şirin. İşığımız var, qazımız Her var. şeyimiz var. İnternetimiz var. Yolumuz var. Söhbət ondan Universitet getmir. kimi çox gözəl bir dənə bağçamız var, o da tikiləcək. Ha, Çox gözəl. bağçanı yaxşı Çox yadınızda gözəl. salın. Bizim məktəbimizi gördünüzmü? Çox gözəldir, təhsilimiz var. Keçən il Bakı Ali Neftə 16 nəfər keçən il universitetlərə qəbul oldu. Hər halda aliyə müəllimimiz sizə deyə. Çox yəni oxumaq adı ilə gedirlər bizim gənclərimiz. Karyera qurmaq adı ilə gedirlər. Bu da Paşa müəllim, sizin kəndin
dolanışığı nə ilə olur? Təsərrüfatdır da yəqin ki. Başqa nə ilə? Fındıq bağları burada da var, görürəm ki. İnkişaf eləyir burada fındıq bağları. Hal-hazırda deyilənə görə 1000 hektardan yuxarıdır fındıq bağları, iri xırdalı. Kifayət qədər böyük rəqəmdir. Bəli. Əvvəlki dövrdən də, kolxoz dövründən də qalma iri bağlarımız var, çoxdan məhsul verən. Həyatyanı sahələrin yanında olan torpaqlarda olan fındıq bağları var. Bizim kəndin əsas dolanacağı bəli, fındıqçılıqdan, tütünçülükdən və baramaçılıqdan ibarət olub. Heyvandarlıq da 2-3 dənə heyvan ferması olub keçmişdə. İndi də var qoyun fermaları. Əsas dolanacağı kənd təsərrüfatı işlərindəndir. Burada elə iri obyekt, zavod, fabrik tipli obyektlər yoxdur. Rusiyaya üst tutan, başqa ölkələrə üst tutan insanları rayonlar üzrə hesablasaq, bəlkə də bizim kənd ən az kənara iş dalınca gedən məsələn də say hesabı ilə kəndlərdən biridir. Amma axım var. Həm də sizin Paşa müəllim görürük ki, yolunuz qalxışdı. Gözəl yolunuz var burada. Yol mədəniyyəti bizim kənddə əvvəldən olub. Mən 69-cu yaşdayım hal-hazırda. Mən 4-5 yaşında olanda bu kəndə asfalt tökülür. Onda inkişaf eləmiş kənd olub ki, asfalt olub. Bəli, Bəhmətdinin yol mədəniyyəti həmişə yaxşı olub. Bizim kənddə bir toy tamatası deyək də, indiki dildə var idi, adı Ramazan idi. Dadaş Ramazan çağırardılar ona, o toyları o aparırdı. Ədəbiyyata, şeirə maraq olan insan idi. Bəli. Ha, onun bir şeiri var idi, məşhur bir şeiri var idi. Hörmət et ağsaqqala, toyda düşməsin dava. Bir adama bir hava, Bəhmətdinin toyları. Bir hava, yəni bir oyun havası da. Həriyə bir hava düşür. Ha, bir adama bir hava, Bəhmətdinin toyları. Bu cavan uşaqlar da o yanda pıç-pıç eləyirlər, məsləhət təşkillər ki, 10-12 nəfər çıxaq, 10-12 dəfə çevirə bilək də havanı. Hava, bəli, bəli. Çıxırlar ora bir çevirirlər, 2 çevirirlər, 3 çevirirlər. Axırda bu Ramazan kişi deyir, olmadı. Deyirlər. Yəni ki, hərəmdə bir dənə çevirirlər. Və nə istəyirsən? Çevirir o görəsən. Həqiqətən də o vaxtki ağsaqqallarda, o vaxtki kişilərdə çox söhbətlər olub. Həmçinin də ağızdan ağıza keçib o əhvalatlar bugünkü günümüzə qədər gəlib çatıb. Bir də ki, o motosikletlər burada sizdə çoxdur. Emil bəy, motosikletləri götür. Sizə çoxdur bu motosikletlərdən. Bunlar hamısı təsərrüfatda istifadə olunur. Bəli, bu motosiklet elə təsərrüfat deməkdir. Bəli. Motosiklet gördüm, bir ki orada təsərrüfat var. Yoxsa o nəyinə lazımdır kürəkdə soyuqda motosiklet sürür. O da inkişafda xəbər verir. Bəli. İstərəm elə bir ömür sürüm ki, yaxşı xatırlanım el arasında. Təmiz hava udum, təmiz su içim, yaşayım çəmənlə çöl arasında. Hər yükün mizanı çəkəni vardır. Hər işin ədəbi ərkanı vardır. Hər şeydə bülbülün məkanı vardır. Olsa da tikanla gül arasında. Paşa, bir namərdin loxmasını yemə. Vuracaq üzünə, basarsan qəmə. Çalış hər sirrini hər kəsə demə. Sərhəd qoy dodaqla dil arasında. Çox sağ olun şeirə görə Paşa müəllim. İndi kəndi davam eləyəcək, gəzəcək, elə sizinlə də gəzəcək. Günün sonunacan əziz tamaşaçılar, Kürdəmir kəndi və Bəhmətli kəndində olacağıq. Əsasən kəndlərimizi biz gəzdikcə Paşa müəllim kimi insanlar, maraqlı insanlar görürük. Biz də Paşa müəllim kimi insanlar görəndə istəyirik ki, sizdən yaxşı mənada faydalanaq. Çünki hər kənd başqa bir hekayənin başlanğıcıdır. Biz o kəndləri gəzdikcə nə qədər insanlar görürük, nə qədər insanlarla danışırıq, o kəndlərin adət-ənənələri, kulinariyası, hamısını biz öyrənirik. Bu da o deməkdir ki, bizim həqiqətən də Azərbaycanımızın kəndləri çox zəngindir. Orada hələ də qonaqpərvər insanlar var.
Mehmet, vurgun oldum bu gözellere. Şirin söz çok yaraşır güler yüzlere. Sevip sevilerler eşk ateşiyle. Eşk oduna yanar bizim gözeller. Oldu. Çox sağ olun. Artıq biz günün sonuna yaxınlaşırıq və Bəhmətli kəndində çəkişlərimizi yekunlaşdırırıq. Mən çox şad oldum ki, gəldim bu gün sizin kəndə. Sağ ol. Əlimizdən gəldiyi qədər də çəkdik. İnşallah siz buna bu həftənin bazar günü baxacaqsınız. İnşallah. Çox sağ olun. Sonda sözünüz var? Nəsə? Yok, daha sözümüz yok. Olanları hamısını dedi. Ne bacarırsınızsa bizim kənd üçün onu eləyin. Mal-qaranın otlar sahəsi üçün, insanların yaşaması üçün, iş yerlərinin açılması üçün, bərpa olunması üçün, kəndimizin cəmaatı qoyan bir yer. Hamı kənddə qalsın. Hamı kəndlər. Çox sağ olun. Sağ olun.